Füzuli şəhərində Qarabağ Regional Dost Mərkəzinin Dost Məntəqəsi fəaliyyətə başlayıb. Burada vətəndaşlara sosial müdafiə, sosial təminat, məşğulluq və əmək münasibətləri istiqamətində xidmətlər göstəriləcək. Müasir formatda inşa olunan xidmət məntəqəsinin ərazisi 200 kvadrat metrdir və burada yeni texnologiyalar tətbiq olunub. Qeyd edək ki, 2022-ci ildə Zəngilanın Ağalı kəndində Smart Dost Məntəqəsi, 2023-cü ildə Bərdədə 10 rayon və şəhərin sakinlərinə xidmət göstərən Qarabağ Regional Dost Mərkəzi və 2024-cü ildə onun Şuşada filialı, bu ilin avqust ayında isə Kəlbəcərdə Dost Məntəqəsi açılıb. Dost Agentliyi ümumilikdə 120 xidmət göstərəcək bizim vətəndaşlara. Eyni zamanda Məşğulluq Agentliyindən aktiv məşğulluq tədbirləri, işsiz və iş axtaran şəxslərə məşğulluqla bağlı müxtəlif xidmətlər göstəriləcək. Eyni zamanda KOBİA tərəfindən də müxtəlif xidmətlərin göstərilməsi planlaşdırılır.